Allahın salamı olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar, Allahımız Quranda gecələri necə dəyərləndirməyimiz barədə, gecələri yatmağımız, yaxud dincəlməyimiz, təkcə yatmaqla deyil ki, dincəlmək. Bu mənalarda Allahımız buyurub, bildirib, bizə göstəriş verib, ancaq gecələri bütün yatan adamlar var. İndi tibbə əsasən nevropatoloqların, psixiatrların və digər həkimlərin göstərişi ilə, buyurduğu ilə deyirlər ki, güya adam 8 saatdan az yatmamalıdır. Güya insan 8 saatdan az yatarsa bu düzgün deyil. Əslində isə nəyin düzgün olduğunu Allahımız daha dəqiq, bizi bizdən yaxşı bilən Allahımız daha dəqiq bilir və bizə ayələrdə bildiribdir. Ali İmran surəsinin 3-cü surənin 17 və 113-cü ayələrində. Yaxşı, mən ayələrin hamısını rəqəmləri ilə, yəni sıra ilə deməyim, oxuyum. İmran surəsinin 17-ci və 113-cü ayələrində Allahımız, istəyirdim əvvəl ayələrin hamısını ard-arda deyim, amma oxuyun və adlarını çəkim nömrələrini. Onlar səbr edənlər, dürüst olanlar, Allaha boyun əyənlər, infaq edənlər, Allah yolunda malını verənlər və səhər vaxtlarında bağışlanma diləyənlərdir. Sözsüz ki, bilir, hamı başa düşdü ki, möminlərdən söhbət gedir. Səhər vaxtlarında bağışlanma diləyənlərdir. Ancaq hamısı eyni deyildir. Kitab əhlindən gecə saatlarında səcdə edərək Allahın ayələrini tilavət edən, yəni oxuyub axtaran, ayaq üstə olan bir topluluq vardır. Mənim dişlərimdə problem var deyə biraz çətin oxuyuram. İnşallah ki, ayəni başa düşmək istəyən, dəqiqliyi, həyatı başa düşmək istəyən qulaq asacaqdır. Onlardan hamısı eyni deyildir. Kitab əhlindən, kitab əhli deyirlər ki, təkcə yahudilərdə xeyir. Kitab əhli bizdən öncəki verilmiş, kitab verilmiş insanların hamısına aiddir. Kitab əhlindən gecə saatlarında səcdə edərək Allahın ayələrini tilavət edən, yəni oxuyub axtaran, ayaq üstü olan bir topluluq vardır. İndi gecə bir ayaq üstü olanda deyirlər, aparın həkimə. İndi baxın Allahımız nə buyurur. Taha surəsi 20-ci surənin 130-cu ayəsi. Günəşin doğuşundan və batışından qabaq Rəbbini həmd, övgü və ilə təsbit et, uca tut, gecənin bir qism saatlarında və gündüzün uclarında da təsbit et. Uzat Allahı ki, təsbit et, yəni uzat ki, huzur tapasan. Furqan surəsi 25-ci surənin 64-cü ayəsində. Rəbləri üçün gecələri səcdə halında və ayaq üstə olurlar. Sözsüz ki, gecələr ayaq üstə olmaq və səzdə halında olmaq ibadət etməkdir. Yəni ki, tək durub belə ayaq üstə durmaq yox, yəni Quran oxumaq, yaxud kitab oxumaq, yaxud yəni ibadət eləməkdə. İbadət yaxşı iş, ibadət nədir? Allahımız Quranda buyurubdur. Yəni ki, hazır vəziyyətdə olmaq. Səzdə surəsi 32-ci ayənin 16-cı ayəsində Allahımız buyurur ki, Rəblərinə qorxu və ümidlə yalvararaq vücudları yataqlarından uzaq qalır. 39-cu surənin 9-cu ayəsində Allahımız buyurur, axirətdən çəkinərək və Rəbbinin mərhəmətini umaraq, gecələrin səcdə halında və qiyamda duraraq ibadət edən kimsə inkarçı kimidirmi? De ki, bilənlərlə bilməyənlər heç bir olurmu? Bu gerçəyi sadəcə
ağıl sahibləri xatırlar. Bu gerçəyi sadəcə ağıl sahibləri xatırlar. Qaf surəsi 50-ci surənin 39-cu ayəsi. Onların dediklərinə səbr et. Günəşin doğuşundan qabaq da, günəşin doğuşundan qabaq da və batışından qabaq da gecənin bir bölümündə və səzdələrin ardından da Rəbbini həmd ilə təsbih et, uca tut. Bu yaxşı sonra deyərəm. Zariyyət surəsi 50 qısaldım da sizi yormayım. 51-ci surənin 16, 17, 18-ci ayələri. Şübhəsiz ki, cənnətliklər dünyada gözəl davrananlardır. Gecələri az yatanlardır. Gecələri az yatanlardır cənnətliklər. Səhər vaxtında da bağışlanma diləyənlərdir. 52-ci surənin 49-cu ayəsi, Tur surəsi. Gecənin bir qismində və ulduzların batışından sonra da Allahı təsbih et. Təsbih et, ucalt yəni. Müzzəmmil surəsi 73-cü surənin 2, 3, 4-cü və 20-ci ayələri. Bir azı bəzi saatları xaric gecə qalx. Gecənin yarısında ondan bir az əskildərək daha erkən qalx. Ona əlavə edərək gecə yarısından sonra qalx və Quranı aramla oxu. Onurğa ayət deyirəm, qulaq asın. Deməli, şübhəsiz ki, Rəbbin sənin və ətrafında olan Peyğəmbərimizə buyurur Allahımız. Şübhəsiz ki, burada Peyğəmbərə buyurur. Rəbbin sənin və sənin ətrafında olan bir qrupun, müsəlman, möminlərin, əsl müsəlmanların, gecənin 2/3-dən daha az bir qismində, yarısında və 1/3-də qalxmaqda olduğunuzu bilir. Asan olan zamanda Quranı oxuyun. Deməli, Allahımız buyurur ki, gecənin ya yarısını durmaq lazımdır, ya 1/3-ni, ya da 2/3-ni. Qalxıb ibadət eləmək, Quran oxumaq lazımdır. İnsan surəsi 76-cı surənin 26-cı ayəsi. Gecənin bir qismində ona səcdə et. Gecənin uzun bir bölümündə də onu ucat, təsbih et. Və təkcə peyğəmbərlərimizə Allahın salamı olsun deyə bu peyğəmbərimizə Allahın salamı olsun gələn ayədir. Bu yəni gecənin bir qismində ona səcdə et, gecənin uzun bir bölümündə də onu ucat, təsbih et. Bu təkcə peyğəmbərə aid olan ayədir. 76-cı surənin 26-cı ayəsi. Sonra İsra surəsinin 17-nin 79-cu ayəsi. Sənə özəl olaraq, budur, yox, o hamıya aid idi. Bu isə buyurur Allahımız, sənə özəl olaraq gecə yuxuya ara ver. Və bu ayədə burada bəyan edilir ki, 17-ci surənin 81-ci ayəsində de ki, haqq gəldi, batil yıxıldı. Şübhəsiz ki, batil yıxılmağa məhkumdur. 82-ci ayədə də buyurur ki, biz möminlər üçün şəfa və rəhmət olan, zalimların da sadəcə zərərini artıran Quran indirdik. Biz o nankör insana nemət verdiyimizdə üst çevirib, yan gəzər, özünə bir sıxıntı toxunduqda isə pessimizmə düşər. 84-cü ayədə də buyurur ki, Allahımız, de ki, hər kəs öz kalıbına görə iş görər. Rəbbiniz kimin kalıbına doğru yolu kimin qəlbinə, yəni doğru yolu tutduğunu çox yaxşı biləndir. 17-ci surənin 85-ci ayəsində ruh, onun əhəmiyyəti, mahiyyəti barədə buyurulub. Buyurulur ki,
Bu nəyə görə deyirəm? Çünki bu da yuxu ilə bağlıdır da, ruh. Sənə ruhdan soruşurlar. De ki, ruh haqqında soruşurlar. De ki, bu ruh ancaq Rəbbinin bildiyi bir şeydir. Ancaq Rəbbinin bildiyi bir şeydir. Bu barədə sizə ancaq çox az bir bilgi verilmişdir. Hər kəsin qəlbi, yəni kalıbı var ki, bunu da araşdıraq. Bu araşdırmanın başında 17-ci surənin 85-ci ayəsi durur ki, burada da buyurulur. Düzdür, insanın özünü tərbiyə etməsi, nizamlanması var. Ancaq elə adamlar var ki, onların bədənində hansısa element çatmır və ya beyni zədəlidir. Onlar artıq özlərindən asılı olmayaraq istədiklərini dəqiq bilmir və ya istəsələr də etmək imkanları olmur. Ya fiziki cəhətdən, ya da ki, ətrafdakı adamlara görə. Belə ki, ətrafdakı adamlar ya onları xəstə hesab edərək, onların süst olmalarına səbəb olan həvlər verir, həv verir, iynələr vururlar, ya da onlara imkan vermirlər ki, yəni xəstə yerinə qoyub mənəvi zərbələr vuraraq o adamlara imkan vermirlər ki, özlərini başa düşsünlər və ya özlərini bir insan kimi tərbiyə etsinlər. Belə ki, indi burada bu ruh barədən sonra insanın kalıbına görə, qəlbinə görəni, ona görə dedim ki, yəni məsəl üçün mən özüm və digər adamlar elələri var ki, səhər tezdən durmaq istəyirlər, gecəni oyaq qalmaq istəyirlər. Lakin mən özüm belə şiddətlərə məruz qalmışam. Məsəl üçün mən gecəni oyaq qalanda, ibadət edəndə mənə təzyiqlər ediblər. Xəstə deyiblər gecəni niyə yatmır, nəysə. Söhbət inşallah bütün möminlərin ibadət etməyindən, müsəlmanların xoşbaxt olmağından gedir. İnşallah Allahımız üzərimizə səbir yağdırsın və müsəlman olaraq bizi öldürsün. Amin. Heç kəsə fikir verməyin, fitrətimizə uyğun müsəlman olaraq yaşayıb ölmək uğrunda cihad edək, malımızda, canımızda. Amin. Sağ olun. Allah'a emanet.